Azərbaycanın hər daşı, hər dağ silsiləsi bir xalqın, bir hekayənin daşıyıcısıdır. Avarlar özlərini Marulav, yəni dağlı adlandırır və dağlı olmaqlarıyla da qürur duyurlar. Zaqatala, Azərbaycanın quzey qapısı, avarların isə doğma ocağıdır. Gördüyünüz bu məktəb Car kəndində yerləşir. Təhsilimi özüm avar olsam da Azərbaycan dilində almışam. Məqsədim odur ki, avar qızı olaraq olimpiya yarışlarında iştirak edeyim və Azərbaycan bayrağını yüksəklərə qaldırım. Burada yaşayan hər kəs bilir ki, vətən sevgisi dağın da, insanın da içindən keçir. Mən Avar xalqının bir nümayəndəsi kimi qürur duyuram ki, oğlum Azərbaycan torpağı uğrunda şəhid olub. Xalqımı, öz millətimi çox sevirəm. Onları qorumaq mənim boyun borcumdur. Bu tolerantlıq ruhu Azərbaycanı yalnız tarixi, təbiəti və mədəniyyəti ilə deyil, həm də insanların bir-birinə hörmət və mərhəmət göstərməsi ilə dünya üçün örnək edir. Azərbaycanda yaşayıram, Azərbaycanı çox sevirəm. Azərbaycan yer vatandır. Gözəl kərməsi kəni, Azərbaycanın məhəni. Gözəl kərməsi Vətən Azərbaycan tezliklə.